Bir neçə keçən dərsi biz fiqurlara həsr etdik. Bugünkü dərsdə biz başqa obyektlə işləməyi öyrənəcəyik. Söhbət şəkillərdən gedir. Keçirik vstavka, insert tabına və illüstrasiya bölməsindən risunki, yəni şəkillər əmrini istifadə edirik. Bu əmrlə biz bizim kompüterdə olan şəkilləri Word faylına yerləşdirə bilərik. Tapırıq lazım olan qovluğu. Məndə bu qovluqdur, izobrazeniya və alt qovluqda obrazca izobrazeniya, yəni bu qovluqda yerləşir. Lazım olan şəkli seçib, tutalım ki, pingvinlərdir və vstavit düyməsini basırıq, yəni Word proqramının içinə sal. Yaxud da seçilmiş şəklin üstündən 2 dəfə mışqanın sol düyməsini basırıq. Belə də eləmək olar, belə də eləmək olar. Və bastım. Şəkil gəldi. İndi bu şəkillə bərabər mən bura bir dənə də fiqur yerləşdirəcəyəm. Deyək ki, 4 bucaq. Belə 4 bucaq eləyək. Ki, fərqi görəsiz fiqurla şəkil arasında. Və fiquru da böyüdüb kiçiltmək olar. Fiquru da fırlatmaq olar. Düzdür. Şəkli də həmçinin böyüdüb kiçiltmək olar. Fırlatmaq olar. Amma fikir verirsiniz, həm fırladanda, həm də böyüdüb kiçildəndə şəkili. Bu əməliyyatlar fiqura da təsir edir. Baxız, fırladıram, görürsünüz, fiqur da hərəkət edir. Böyüdüb kiçildirəm, fiqur da yuxarı qalxıb aşağı düşür. Bundan başqa, fiquru sənədin içində yerləşdirən kimi onu istənilən yerə yerləşdirmək olar. Yəni, istəyirsiniz sağa dartırsınız, istəyirsiniz sola dartırsınız, istəyirsiniz aşağı, istəyirsiniz yuxarı. Şəkillə bunu eləmək mümkün deyil. Fikir verirsiniz, getmir. Şəkil heç ara getmir. Nə yuxarı, nə aşağı, nə sağa, nə sola getmir. Nəyə görə? Fiqurlar keçəndə sizə bu işarəni göstərmişdim. Bu parametr razmetki. Yəni işarələmə parametrlərdir. Bu əməliyyatı buradan da eləmək olar. Bu əməliyyatı buradan da eləmək olar. Görürsünüz, eyni işarədir. Yaxud burada sağ düyməni basıb buradan da eləmək olar. 3 variant var. Hansı rahatdır, onu eləyəcək. Mənim üçün məsələn bu rahatdır. Çünki burada həm yazılır, görürsünüz, əməliyyat, həm də göstərilir nəsə olacaq. Fiqur üçün dəxli yoxdur. Bu 7 parametrdən hansını seçəcəksiniz? Bu 7 parametrdir, görürsünüz. Dəxli yoxdur. Amma şəkil üçün dəxli var. Əgər sizdə bu parametr seçilibsə, tekst, yəni mətnin içində, onda şəkili dartmaq olmur heç yerə. Amma bu 6 parametrdən birini seçsəz, tutalım ki, bax, bunu seçək. Onda şəkli seçmək lazım. Şəkli seçdik. Parametr seçdik. Fikir verirsiniz, fiqur yoxa çıxdı. Keçib şəklin altına. Seçək ki, bu 6 parametrdən birini artıq şəkili dartmaq olur. Yuxarı, aşağı, sola, sağa. Görürsünüz. Kiçildək biraz. Qaytaraq yerdən qoyaq belə. Fiqur gətirək bura. Və indi fikir verirsiniz. Şəkli mən aparıram ora bura. Görürsünüz, sola, sağa, yuxarı. Fiqura təsir eləmir. Şəkli fırladıram. Fiqura təsir eləmir. Bu birinci fərqdir. Yəni, fiquru istənilən an, istənilən yerə köçürmək olur. Şəkildə mütləq bu parametrlərdən birini seçmək lazımdır. Yəni, şəklin ətrafında mətnin sarılması variantlardan
birini seçmək lazımdır. Bu 6 parametrdə. Bu nə vaxt lazım olar bu parametr? Əgər siz istəyirsiniz ki, şəkil mütləq burada dursun, yəni seçdiyiniz yerdə və heç hərəkət eləməsin, onda bu parametri seçmək olar. Əgər şəkili harasa çəkib aparacaqsınızsa gələcəkdə, onda bu 6 parametrdən birini mütləq seçmək lazımdır. Əks halda şəkil yerindən tərpənməyəcək. İndi fikir verirsiniz, fiqurda, format tabında. Burada görürsünüz, fiqura effektlər vermək olar, fiqurun konturunu dəyişmək olar. Keçən dərslərdə keçmişdim, bircə təkrarlayaq və yoğunluğunu veririk. Bunun rəngini dəyişirik, içini dəyişmək olar, effekt vermək olar, cürbəcür. Deyək ki, belə effekt verək. Şəkildə, sonra burada görürsünüz stillər var, fiqurun stilləri var. Şəkildə də həmçinin seçsək format tabından görürsünüz, burada da stillər var. Düzdür, fiqurdan fərqlənir, amma yenə stillər var. Sonra görürsünüz, effektlər var. Sonra şəklin sərhədini dəyişmək olar. Deyək ki, verək də burada məsəl üçün qırmızı rəng, buraya verək qəhvəyi rəngi olsun. Yoğunluğu da gəldi, belə eləyək. Belə seçdik. Yeganə nədir ki, burada görürsünüz şəkildə, fiqurda fikir verirsiniz. Burada zalifka var. Yəni şəklin içində rəngi dəyişmək olar. Şəkildə isə burada yoxdur. Çünki artıq şəklin özü ilə zalifka fasondur. Yəni şəkil öz rəngi var da şəklin, yəni buna ehtiyac yoxdur. İndi ikinci fərqi göstərim sizə nədir? Fikir verirsiniz fiqura. Burada bir komanda olacaq. Fiqurda görürsünüz, burada yoxdur heç bir komanda. Amma şəkli seçsək, görürsünüz, burada abreska komandası var. Yəni kəsmək komandası var. Gəliz o komandaya baxaq. Seçirik. Abreska. Görürsünüz, markerlər gəlir qara rəngdə. Və bu markerləri çəkib şəkili kəsmək olar. Ya belə çəkirsiniz muşkanın sol düyməsi ilə, ya proporsional olmaq üçün, yaxud klaviaturadan shift düyməsini basırsınız, muşkanın sol düyməsi ilə markerləri dartırsınız, yaxud Ctrl Shift və belə dartırsınız. Necə istəyirsiniz. Necə sizə rahatdır, elə də hərəkət edirsiniz. İndi tutalım ki, bizə şəkildə bir dənə bu pingvini saxlamaq lazımdır. Dartırıq markeri pingvinə qarşı, deyək ki, belə. Biraz buradan qaldırmaq olar, belə. Və boş yerdə basırıq muşkanın sol düyməsini. Görürsünüz, bir dənə pingvin qaldı. Qaytaraq əməliyyatı dala. Seçdik format tabını. İkinci variant, obrezать по фигуре, yəni göstərilən fiqurlara görə siz bu şəkli kəsə bilərsiniz. Tutalım ki, üçbucaq şəklində eləmək istəyirsiniz. Belə üçbucaq, yaxud belə üçbucaq. Seçdiniz və görürsünüz, şəkil belə kəsildi. Qaytardıq da la. İstəyirsiniz ulduz şəklində kəsək belə. Və görürsünüz, kəsmə belə olacaq. Sonra proporsiya. Burada görürsünüz, proporsiyaya görə kvadrat seçə bilərsiniz. 1-ə 1. Və belə kəsəcək. Sadəcə 4 bucaq kvadrat şəklini alacaq. Kitab variantında kəsə bilərsiniz. Və belə istənilən variantı seçirsiniz. Tutalım ki, 3-4-ə. Və kitab variantında oldu. Albom variantında seçə bilərsiniz. Və görürsünüz, tutalım ki, 4-3-ə. Və belə olacaq. Yəni istənilən variantları seçib şəkli kəsə bilərsiniz. Bu belə. İndi keçək
İzobrazение iz interneta. İnternetten olan şəkillər. Məndə Word proqramı lisenziya olmadığına görə bu əmri seçəndə belə bir pəncərə açılır. Əgər sizdə lisenziyalı proqramdırsa, onda bu əmri seçəndə sizdə belə bir pəncərə açılacaq. Və buradan axtarış bölməsində lazım olan mətni yığıb, şəkli tapıb, Word proqramının içində yerləşdirə bilərsiniz. Və keçək bu əmrə, snimak. Yəni belə deyək, foto. Bu əmr imkan verir ki, screenshotlar yaradasınız. Yəni screenshota nə deyirlər? Məndə belə bir proqram var, fikir verirsiniz. Adı gedir Lightshot. Cürbəcür belə proqramlar var. Screenshot var, Lightshot var, Printshot var. Yəni cürbəcür adını, amma əməliyyatlar eyni. Xasiyyət daşır. Nə edirsiniz? Yəni imkan verir ki, şəklin müəyyən hissəsini götürüb, kəsib və sənədin içində yerləşdirəsiniz. Fikir verirsiniz, belə bir əməliyyat alınır. Gətirirsiniz, görürsünüz, vыберите область, yəni müəyyən bir sahəni seç. Tamam, seçdim bunu. Belə. Burada belə düymələr əmələ gəlir. Bu imkan verir ki, bu düymə seçdiyimi sahəni kompüterdə saxlayayım. Bu düymə imkan verir ki, kopyalayayım. Çapa verim. Google'da axtarış verim. Bu şəklə uyğun şəkillər tapsın. Buna bir dənə link alım. Və burada bir dənə link alım və printscreen.com saytına yerləşdirim. Bu sosial şəbəkələrə aiddir. Burada mətn yaza bilərəm. Bu komanda ilə. Burada 4 bucaq yarada bilərəm. Gəl götürək belə 4 bucaq görürsünüz. Bu imkan verir ki, bir dənə ox eləyim. Bu müəyyən şey çəkmək üçün lazım, yaxud mətn yığmaq üçün də əllə. Burada bir dənə mətn yığa bilərsiniz bu komanda ilə. Görürsünüz, burada nəsə yığa bilərsiniz. Gördünüz, yığdınız. Rəng də təbii ki, burada nə rəngdir o görsədir. Bu komanda isə ləğv edir hər şeyi. Tam. Bu isə 1-1. Görürsünüz, 1-1 ləğv edir. Bu isə tam hamısını ləğv edir. Buna oxşar bir əməliyyat eləyəcəyik bu əmrlə. Əvvəlcə brauzerdə müəyyən bir səhifə açaq. Tutalım ki, Google açaq. Google-la yığaq ki, məsəl üçün 2025-ci ildə şəkillər. Burada bir şəkillər tapaq. Tutalım, belə şəkillərdir. Açaq bu şəkli. Deyək ki, bu şəkli yerləşdirmək istəyirik Word proqramımıza. Bundan sonra qayıdırıq Word proqramımıza. Basırıq snimak. Vırısk ekranı, yəni ekranın müəyyən hissəsini kəs, Word proqramına yerləşdir. Bastıq, fikir veririz. Ekran belə boz rəngdə olur. Qara bir xaç işarəsini görürsünüz. Ekranın lazım olan hissəsini mışqanın sol düyməsini basıb dartmaqla seçirsiniz. Tamam, bu hissəni seçdik. Və sol düyməni buraxan kimi həmin şəkil, yəni həmin seçdiyimiz sahə Word faylın içində yerləşəcək. Gördünüz? Artıq bu şəkildir. Yəni bu şəkillə də işləmək olar. İstənilən bir parametri burada seçirsiniz bundan başqa. Yəni sanki bu parametri seçək. Bundan sonra şəkli dartmaq olar. Sağa, sola, yuxarı, aşağı kiçildirsiniz. Sanki belə və yerləşdirirsiniz. Ara istəyirsiniz. Belə tutalım ki. Belə. Artıq bu şəkil bu şəkillə eynidir. Yəni bununla nə dəyişdirdirsə bu şəkillə, bununla da həmin cür işləyə bilərsiniz. Və dərsin axırında bir əməliyyatı da sizə göstərim.
Tutalım ki bax bu fiquru mən bu şəklin üstünə yerləşdirirəm. Fikir verin. Seçdim fiquru, yerləşdirirəm bu fiqurun bu şəklin üstünə. Bax belə. İndi istəyirəm ki, fiqur şəklin üstündədir. Format tabını çağırıram və buradan seçirəm Primestit nazad, yəni arxa plana çək. İndi fikir verək. Görürsünüz, fiqur şəklin altındadır. Görsənmir. Əgər indi şəkli versək arxa plana, görürsünüz, fiqur görsəndi. Yaxud buradan şəkli veririk qabaq ön plana, na передний plan. Görürsünüz, yenə də fiqur itdi. Gələn dərslərdə şəkillərlə işləməyi davam edəcəyik. Bugünə bu qədər. Təşəkkürlər.